Salam, gəl bu gecə hər şeyi bir kənara qoyaq. Əgər indi sən bu səsi dinləyirsənsə, deməli sabah sənin həyatında çox vacib bir gün var. Aha, Bəlkə də hazırda yatağında uzanmısan, otaq qaranlıqdır, amma yuxuya getməyə əvəzinə sən sadəcə tavanı izləyirsən. eynən. Bəlkə də ürəyin normadan biraz daha sürətli döyünür indi. Biraz daha bərk və beynində heç cür susturula bilməyən o sual var. Görəsən sabah necə olacaq? Düzdür və içində qəribə bir narahatlıq, bədənində yəni o izah edə bilmədiyin bir gərginlik var. Amma inan mənə, sən hazırda tək deyilsən və bu hiss etdiklərin tamamilə normaldır. Bizim bu gecəki bu dərin təhlilimizdə, yəni missiyamız üçün neyrobiologiya məqalələrini, idman psixologiyası araşdırmalarını bir araya gətirmişik. Yuxu elmini də həmçinin. Və imtahan stresi üzrə ən son tədqiqatları. Aha. Amma yəni məqsədimiz sənə indi hansısa mürəkkəb düsturları xatırlatmaq, beyninə yeni bir məlumat yükləmək deyil, qətiyyən. Bu gecə yeganə hədəfimiz səni daxilən sakitləşdirməkdir. Çünki sabahki sınaqda sənin ən böyük gücün əzbərlədiyin o biliklər yox, məhz o biliklərə çıxış əldə etməyə imkan verən sakit bir beyin olacaq. Yəni biliklər onsuz da səninlədir, sadəcə onlara gedən yolu biraz təmizləməliyik bu gecə. Sən fiziki olaraq yatağında uzansan da, zehni olaraq hələ də o iş masasının arxasında və ya sabahki o imtahan zalında olmağın var ha, bu an üçün sənin ən təbii reaksiyandır. Çox böyük ehtimalla, yəni saatlar əvvəl kitabı bağlamısan, qeydlərini kənara qoymusan, amma beynin hələ də yüksək sürətlə işləyir. Sualları düşünürsən, ehtimalları hesablayırsan, sanki sabah qarşılaşacağın o sınaq təkcə bir bilik yoxlanışı deyil. Aha, Sanki bütün həyatının, bütün gələcəyinin ölçüləcəyi nəhəng bir tərəzi kimidir. Bu yükün nə qədər ağır olduğunu, çiyinlərinə necə çöktüyünü bizim təhlil etdiyimiz araşdırmalar da çox aydın göstərir. İmtahan öncəsi yaşanan bu kəskin narahatlıq elə insanın öz dəyərini sadəcə bir nəticəyə bağlamasından qaynaqlanır əsasən. Düzdür. Amma gəl bu axşam sənə tamam başqa bir perspektiv təklif edək. Yəni, sabahki imtahan sənin həyatının taleyi deyil. O sadəcə keçilməli olan bir mərhələdir. Araşdırmalara baxanda, yəni mənim diqqətimi ən çox çəkən fəsil məhz bu taley illüziyasının necə yaranması oldu düzü. Cəmiyyət, ətrafımızdakı o insanlar bizə elə bir təzyiq formalaşdırır ki, sanki həyatda yalnız bircə dənə qapı var. Və o qapıdan mütləq sabah keçməlisən. Eynən. Amma bu sadəcə bir illüziyadır axı. Həyat fərqli istiqamətlərə gedən saysız-hesabsız dəhlizlərdən, qapılardan ibarətdir. Bizim mənbələrimizdəki o sosioloji təhlillər göstərir ki, bir çox insan üçün ən böyük fürsətlər məhz gözlədikləri ilk qapı bağlandıqda ortaya çıxır. Fərqli bir yola yönəldikləri zaman. Yəni sabahki gün o yüzlərlə qapıdan sadəcə biridir. Tamamilə razıyam. Bu nöqtədə o psixoloji yükü anladıq, amma mənə daha çox maraqlandıran məsələnin bioloji tərəfidir. Niyə beynimiz bu fəlsəfəni qəbul etsə belə, bədənimiz sanki belə ölüm-dirim savaşındaymış kimi reaksiya verir, əllərimiz tərləyir, o dəhşətli həyəcanı yaşayırıq. Bax, məsələnin ən dərin və bəlkə də ən az anlaşılan tərəfi elə məhz budur. Biz həyəcanı səhv tərcümə edirik. Necə yəni? Səhv tərcümə edirik. Neyrobioloji baxımdan sənin beyninin içindəki o qədim xəbərdarlıq sistemi var, amigdala. Hə, o amigdala sabahki imtahanı çox vacib bir hadisə, bir növ təhlükə və ya həlledici bir an olaraq qəbul edir. Təkamül prosesində beynimiz müasir həyatın o sınaqları ilə qarşıdakı meşədən çıxan bir yürtücünü bir-birindən fərqləndirməyə hələ tam öyrənməyib. Yəni beyin elə bilir ki, bizi aslan yeyəcək sabah. Aha, az qala elədir. O sadəcə bilir ki, qarşıda çox mühüm bir an var. Və səni bu ana hazırlamaq, sənin ən yüksək performansını təmin etmək üçün bədəninə bölük bir adrenalin və kortizol dalğası göndərir. Yəni xalis enerji. Qan dövranın sürətlənir ki, əzələlərinə və beyninə daha çox oksigen getsin, diqqətin ütilləşir. Deməli, məhz sənin o yataqda hiss etdiyin titrəmə, ürək döyüntüsü qətiyyən bir zəiflik deyil. Qətiyyən, bu beyninin sənə sunduğu möhtəşəm bir qoruma mexanizmidir. Çox maraqlıdır. Deməli, illərlə qorxu hesab etdiyimiz o hiss əslində elə bədənimizin bizi müdafiə etmək üçün topladığı o enerjidir.
Eynən elədi. Bu perspektivdən baxanda, o ürək döyüntüsü artıq düşmən kimi yox, sanki bir müttəfiq kimi hiss olunur adama. Bizim o idman psixologiyası ilə bağlı mənbələrimizdə çox gözəl bir nümunə var idi. Olimpiya atletlərinin yarışdan əvvəl hiss etdikləri o fiziki reaksiyalarla imtahana girən bir tələbənin hiss etdikləri tamamilə eynidir əslində. Bəli, eyni ürək döyüntüsü, eyni tərləmə, eyni mədə spazmı. Düzdür, amma olimpiyaçıdan soruşanda ki, nə hiss edirsən, o adam mən qorxuram demir. Deyir ki, mən hazıram, bədənim yarışmaq üçün səbirsizlənir. Yəni əslində fərq fiziki hissiyatda deyil, bizim o hissiyata verdiyimiz addır. İdman psixologiyasında buna bilişsel yenidən qiymətləndirmə deyilir. Ən yaxşı nəticə göstərən, imtahanlardan ən yüksək balla çıxan insanlar həyəcanı olmayan, tamamilə robot kimi hissiz insanlar deyillər. Əlbəttə yox. Onların da ürəyi sürətlə döyünür. Fərq sadəcə ondadır ki, onlar bu həyəcanın bir zəiflik olmadığını dərk edir və o enerjini panikaya yox, belə kəskin bir diqqətə yönəldirilir. Əgər sən bu an o enerjini hiss edirsənsə, bədənin sənə sən bacarmayacaqsan demir. Bəs nə deyir? Əksinə deyir ki, bu bizim üçün çox vacibdir. Mən sənə ehtiyac olan bütün resursları, bütün gücü verirəm, diqqətli ol və irəli get. Bu baxış bucağı həqiqətən də insanın çiyinlərindəki o ağır yükü xeyli yüngülləşdirir. Amma gəl biraz da məsələnin fəlsəfi və şəxsi dəyər tərəfinə toxunaq. Çünki mənbələrimizdə vurğulanan başqa bir dərin fikir var. Heç bir standartlaşdırılmış test insanın bütöv potensialını ölçə bilməz. Mütləq, bu çox önəmli məqamdır. Sabahki imtahan sənin kim olduğunu, sənin zəkanın dərinliyini, yaradıcılığını və ya xarakterini ölçmür. O, sadəcə olaraq həmən spesifik gün, həmən spesifik saatda, məhdud bir zaman çərçivəsində sənə verilən müəyyən bir sual qrupuna necə cavab verdiyini ölçür. Biz həyatımızı bir kitab kimi təsəvvür etsək, sabahki gün o böyük kitabın sadəcə bir səhifəsidir. Və bir səhifə heç vaxt kitabın sonu ola bilməz. İnsanın şəxsi dəyəri bir rəqəmə və ya bal cədvəlinə sığmayacaq qədər çox ölçülü və mürəkkəbdir. Bəzən bir səhifədə qrammatik səhvlər ola bilər, bəzən o səhifə istədiyimiz kimi yazılmaya bilər. Aha. Amma sonraki fəsillərdə o qədər möhtəşəm inkişaflar, o qədər fərqli nailiyyətlər olur ki, o ilk səhifələr sadəcə kiçik bəlkə də gülümsəyərək xatırlanacaq bir detala çevrilir. Sənin aylarla etdiyin fədakarlıqlar formalaşdırdığın o iş əxlaqı sənə o qədər güclü bir xarakter qazandırıb ki, bu qazancları heç bir imtahan nəticəsi səndən ala bilməz. Əsas qələbə artıq qazanılıb. O da sənin bu yolda nümayiş etdirdiyin o əzmdir. Bütün bu məqamları dərk etdik, həm bioloji gücümüzü, həm də fəlsəfi yanaşmanı. Amma gəl etiraf edək, ən çətini indi. Yəni, elə bu saniyə fiziki olaraq o kitabı bağlayıb gözləri yummaqdır. Çətindir, hə? Çünki içimizdə həmişə bəlkə biraz da oxusam, daha bir sualın cavabını taparam deyə fısıldayan bir səs var. Tədqiqatlarımıza, xüsusən yuxunun nevrologiyası ilə bağlı o məqalələrə baxanda isə, mənim üçün ən aydınlaşdırıcı məqam o oldu ki, gecə saatlarında oxumağa davam etmək əslində öyrənmə prosesini baltalamaqdır. Tamamilə elədir. Mənbələrdə yuxunun sadəcə istirahət olmadığı, əksinə beynin ən aktiv işlədiyi öyrənmə fazası olduğu çox dəqiq izah edilir. Xüsusilə də o hipokampus və neokorteks arasındakı o gecə əlaqəsi sadəcə heyrətamizdir. Neuroelm bizə göstərir ki, sən gün ərzində oxuyarkən yeni məlumatlar beyninin o hipokampus adlanan hissəsində toplanır. Hipokampus çox qısa müddətli bir ambardır. Kiçik bir USB flash karta bənzəyir sanki. Əgər sən səhərə qədər oxumağa davam etsən, o flash kart dolacaq və yeni məlumatlar sadəcə silinib gedəcək. Yəni yer qalmayacaq ora yazmağa. Eynən. Sənin öyrəndiklərinin qalıcı yaddaşa, yəni neokorteksə, beynin o böyük sərt diskinə köçürülməsi yalnız və yalnız sən dərin yuxuda olanda baş verir. Xüsusən də o yavaş dalğa yuxusu və REM yuxusu mərhələlərində. Yəni sən yuxuya getdiyin an öyrənmə prosesi dayanmır. Əksinə davam edir eləmi? Bəli. Əksinə onun ən kritik, yəni o məlumatları arxivləşdirib, səhər sənə hazır şəkildə təqdim edəcək qismi başlayır. Sən yatmaqla beyninə arxa planda o qovluqları yerinə qoymaq üçün zaman və məkan verirsən sadəcə. Deməli, mən yataqda olanda və görəsən bunu unutmadım ki, deyə narahat olanda, əslində ən böyük yaxşılığı özümə elə yatmaqla edə bilərəm. Mütləq. Yaxşı, bunu rasional olaraq başa düşdük. Bəs beyni necə yavaşladaq?
Fikirlər fırlananda bədənimizə necə fiziki olaraq bir dur deyək. Bizim o tədqiqat sənədlərində idmançıların, hətta xüsusi təyinatlıların belə istifadə etdiyi bir nəfəs texnikası var idi. Birbaşa parasimpatik sinir sistemini işə salan o texnika. Hə, 4-4-6 texnikası. Ay sağ ol, bu 4-4-6 texnikası əslində sən nəfəsini idarə edərək az öncə danışdığımız o amigdalaya birbaşa bioloji mesaj göndərmək üçündür. İstəyirəm bunu elə indi bizi dinləyən dinləyicimizlə birlikdə tətbiq edək. Çox yeni də təklifdir. Çünki bədəni sakinləşdirməyin ən sürətli yolu zehninlə yox, birbaşa fiziologiyanla danışmaqdır. Gəl başlayaq o zaman. Yaxşı. Əgər bizi dinləyirsənsə, lütfən indi çox rahat bir vəziyyət al. Əgər yataqdasansa, sadəcə bədənini sərbəst burax. Gözlərini yum, çiyinlərini düşür. Özünü heç nədən məcbur etmə. Sadəcə səsə fokuslan indi. Burnunla dərindən yavaş-yavaş 4 saniyə ərzində nəfəs al. 1, 2, 3, 4. İndi o nəfəsi sinəndə 4 saniyə saxla. 1, 2, 3, 4. Və indi ağzınla çox yavaşca, elə bil ki, bir şamı söndürməyəcək qədər yüngülcə 6 saniyə ərzində o nəfəsi ver. 2, 3, 4, 5, 6. Çox rahatladıcıdır. Gəl bunu bir daha edək. Çox dərindən nəfəs al, içində saxla və indi yavaşca bütün o gərginliyi nəfəslə birlikdə ver. Və bunun arxasında duran mexanizm isə sadəcə sehr deyil. Bu tamamilə elmdir. Biz nəfəsimizi uzadaraq verəndə, yəni o 6 saniyəlik fazada bədənimizdəki o vagus siniri aktivləşir. O sinir beyinə anında kimyavi bir mesaj göndərir. Deyir ki, əgər mən belə uzun nəfəs verə bilirəmsə, deməli ətrafda heç bir təhlükə yoxdur, deməli biz güvəndəyik. Tamamilə düzdür. Və beyin təhlükə olmadığını anladığı an, o qaç-vuruş rejimindən çıxır, dincəl və həzm et rejiminə keçid edir. Bədən anında boşalmağa başlayır. Bu kiçik texnikanı bu gecə yuxuya gedənə qədər bir neçə dəfə təkrarlamaq kifayətdir ki, o dərin, bərpa edici yuxuya rahatca keçid edəsən. Və səhər tezdən duranda, imtahan zalına doğru gedəndə də eyni texnikanı istifadə edə bilərsən. Zala girəndə o kütlənin, səs-küyün, digər tələbələrin həyəcanının səni öz içinə çəkməsinə imkan vermə. Hə, o zal həyəcanı tam başqadır. Tələsmə, öz yerinə keç, otur, vərəgər paylanmamışdan əvvəl özünə cəmi bir 10 saniyə vaxt ver, yenə dərindən nəfəs al və beyninə şuurlu şəkildə bu mesajı göndər. Mən buraya hazır gəlmişəm. Mən öz mərkəzimdəyəm. Ətrafdakı xaosdan qopub sadəcə o daxili gücünə lövbər atmaq sənin ilk böyük qələbən olacaq. Amma bilirsən, tədqiqatlarımızda mənim diqqətimi çəkən və bir çox insanın gizli kabusu olan başqa bir senari də var axı. İmtahanın ortasındasan, vərəqə açırsan, sualı oxuyursan və birdən hər şey silinir. Beyin tamamilə boşalır. Çox qorxuducu bir anda bu. Sanki heç vaxt o mövzunu oxumamısan, sanki o məlumat sənin beynində ümumiyyətlə heç vaxt olmayıb. Çox kəskin bir panika anı yaranır. Bizim mənbələrimizdə bunun üçün xüsusi olaraq panikanı sıfırlama, yəni panikanın resetlənməsi adlanan çox maraqlı və sürətli bir fiziki torpaqlanma üsulu var. İstəyirəm bu nevroloji qısa qapanma anında nə etməli olduğumuzu da izah edək. Çünki bu məqam hər şeyi dəyişə bilər içəridə. Ən birinci və ən vacib addım, əgər bu beynin boşalması halını yaşasan, əsla özünü günahlandırma və qorxuya düşmə. Bu sənin o mövzunu bilmədiyini göstərmir əslində. Bəs nəyi göstərir? Bu sadəcə o deməkdir ki, bir anlıq stres səviyyəsi o qədər qalxın ki, amigdala sənin məntiq və xatırlama mərkəzin olan o prefrontal korteksin fəaliyyətini müvəqqəti olaraq bloklayıb. Bu an panika ilə o məlumatı xatırlamağa çalışmaq bataqlıqda çabalamağa bənzəyir. Çabaladıqca daha da dərinə gedirsən, blok daha da möhkəmlənir. Buna görə də həmin an dərhal qələmi yerə qoy, sualla vuruşmağı dayandır. Bəs o torpaqlanma, yəni o fiziki reset mərhələsinə necə keçirik zaldadıqsa? Çox sadə bir yönləndirmə ilə aslında. Diqqətini öz duyğu orqanlarına, fiziki reallığa yönəltməlisən. Əllərini masanın üzərinə qoy. Barmaqlarının ucu ilə masanın səthini, o sərtliyi, toxumanı, bəlkə də o soyuqluğu hiss etməyə çalış. Ayaqlarının yerə necə bastığını diqqət yetir. Otaqdakı ən uzaq səsə və ya pəncərədən düşən işığa bax. Sən bunu etdiyin zaman, yəni diqqətini duyğulara yönəltdiyin üçün beynindəki o qorxu dövrəsi qırılır. Neyron şəbəkələri yenidən məntiqi və hissiyyat mərkəzlərinə doğru yönəlir yavaş-yavaş. Və beyin anlayır ki, mən sadəcə stulda oturmuşam. Eynən.
Özünə de ki, mən buradayam, stulda oturuluşam və indi sadəcə nəfəs alıram. Cəmi 30-40 saniyə sən o sualdan və nəticə qorxusundan uzaqlaşsan, sadəcə o anki fiziki reallığa fokuslansan, beynin sistemini tamamilə reset edəcək. Və inanın mənə, 40 saniyə sonra dərindən bir nəfəs alıb gözlərini açıb suala yenidən baxanda, o bloka düşmüş məlumatların illərlə öyrəndiklərinin yenidən belə su kimi axıb gəldiyini aydın görəcəksən. Bu həqiqətən insana çox böyük bir güvən verir, çünki bilirsən ki, sən onsuz da o məlumatı oraya, yaddaşına yerləşdirmisən, sənin öyrəndiklərin aylarla çəkdiyin zəhmət heç yerə getmir, stres yaddaşı silmir, o sadəcə qapının ağzında müvəqqəti bir səs-küy yaradır. Sakitlik isə o səsi kəsir və qapını yenidən sənin üzünə açır. Bizi dinləyən hər kəs əslində çox böyük bir zəhmətin, güclü bir iradənin sahibidir. Sən bu imtahana yalnız son bir neçə gündə hazırlaşmamısan axı. Ayların, bəlkə də illərin zəhməti, yuxusuz gecələri, o sosial həyatından etdiyin fədakarlıqlar var bu işin arxasında. Bütün bu böyük yolçuluq səni əsla yarı yolda qoymayacaq. Məhz bu səbəbdən insanın özünə qarşı mütləq bir şəfqət göstərməsi şərtdir. O qədər əziyyət heç vaxt hədər getmir. Onlar sənin beyninin dərinliklərində lazım olan o ən doğru anda köməyinə çatmaq üçün sadəcə gözləyir. Öz zəhmətinə, intizamına və bu vaxta qədər keçdiyin o çətin yola dərin bir inam bəsləməlisən artıq. Sən o biliklərlə təchiz olunmursan, sadəcə indi onlara belə deyək, istirahət etməyə, demlənməyə imkan verməlisən. İndi bütün bu elmi faktları, psixoloji yanaşmaları təhlil etdikdən sonra mənə elə gəlir ki, biz artıq lazımsız yüklərin çoxunu çiyinlərimizdən atdıq. İndi isə o materiallardan fiziki və mənəvi olaraq qopmaq, hər şeyi sərbəst buraxmaq zamanıdır. Səndən çox kiçik, amma indi edə biləcəyin ən vacib xahişim var. Dinləyirik səni. İndi, yəni elə bu saniyə, əgər yaxınlığında o qeyd dəftərin, vərəqlərin, kitabın varsa, onları çox yumuşaq bir şəkildə bağla və özündən uzaqlaşdır. Telefonunun ekranını çevirib kənara qoy. Bu gecə, məhz bu saniyədən etibarən sən sadəcə dincəlməyə, beyninə o məlumatları həzm etməsi üçün zaman verməyə tam icazə verməlisən. Sənin buna haqqın çatır axı. Zəhmətinin qarşılığını verməyin ən yaxşı, bəlkə də elə yeganə yolu indi o dincəlmə halını qəbul etməkdir. Yataqda rahatlan, gözlərini bir daha yum və daxilindən gələn böyük bir səmimiyyətlə öz-özünə son dəfə bu cümləni de. Mən əlimdən gələni etdim. Nə gözəl cümlədir bu. Bəli, bu cümlə sənə veriləcək heç bir qiymətdən, baldan və ya o statistika cədvəlindən aslı olmayan ən təmiz, ən böyük həqiqətdir. Sən həqiqətən əlindən gələni etdin və bu tamamilə kifayətdir. Məhz bu cümlə, bu etiraf sənin bütün o mənəvi yükünü alacaq və səni çox rahat, dərin, o bərpa edici yuxuya aparacaq ən əsas açardır. Və bir şeyi də həmişə yadında saxla. Sabah o imtahana sən qorxmaq, titrəmək, kimsə tərəfindən mühakimə olunmaq üçün getmirsən əslində. Bəs nə üçün gedir? Sən o zalın qapısından içəri, öz görülən böyük zəhmətini nümayiş etdirmək üçün, nəyə qadir olduğunu səssizcə, belə təmkinlə göstərmək üçün gedirsən. Bu imtahan sənin üzərində bir hakim deyil, sən bu səhnənin əsas iştirakçısısan. O vərəq isə sadəcə sənin biliklərini yansıtmaq üçün bir vasitədir. Çox doğru vurğuladın. Söhbətimizi yekunlaşdırarkən, sənin o yuxuya gedərkən düşünməyin üçün, bəlkə də bu gecəki müzakirəmizin tam xülasəsi ola biləcək çox dərin bir fikri səninlə paylaşmaq istəyirəm. Dinlə və bunu bütün varlığınla hiss et. Unutma, əgər sən bu gecə o həyəcanı anlamağı, onu idarə etməyi və ən əsası özünə qarşı o şəfqəti göstərməyi bacararsansa, sən sadəcə bir imtahana hazırlaşmırsan. Sən əslində həyatın gələcəkdə qarşına çıxaracağı ən gözlənilməz, ən çətin anları belə necə böyük bir sakitliklə həll edəcəyinin məşqini edirsən. Necə dik duracağının və panikaya qalib gələcəyinin məşqini. Deməli, bu imtahandan da böyük bir şeydir. Bəli. Əslində sən kağız üzərindəki quru bir testdən qat-qat daha böyük və daha dəyərli bir bacarıq qazanırsan, özünü idarə etmə sənəti. Səncə, sabah o zalda içindəki bu daxili güclə, bu dözümlülük məşqi ilə oturmaq, nəticənin nə olacağından tamamilə asılı olmayaraq, artıq sənin qazandığın ən böyük qələbə deyilmi? Bu həqiqətən də bir insanın həyatı boyu qazana biləcəyi ən böyük mükafatdır.
Və o daxili güc artıq səninlədir, sənin tam içindədir. İndi isə otağın qaranlığında o gücə güvənib sadəcə gözlərini yum. Dərindən, çox dərindən bir nəfəs al və bütün düşüncələri o nəfəslə birlikdə azad burax. Hər şey çox yaxşı olacaq. Gecən xeyrə qalsın.